Dostlar, bugün çoxlarını maraqlandıran vacib bir mövzunu müzakirə edəcəyik: müavinət və təqaüdlərin artırılması. Artıq Nazirlər Kabineti bu barədə təkliflərini hazırlayıb və yaxın günlərdə yeni artımlar elan ediləcək. Kimlərə şamil olunacaq? Nə qədər artım gözlənilir? Bütün detalları sizə açıqlayacağam, sona qədər izləyin. 23 dekabr 2024-cü ildə Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamda müavinət və təqaüdlərin artırılması nəzərdə tutulurdu. Nazirlər Kabinetinə 3 ay vaxt verilmişdi ki, təkliflər hazırlasın. Bu müddət artıq başa çatıb. Deputat Vüqar Bayramovun açıqlamasına əsasən əsas dəyişikliklər bunlardır. 3 milyondan çox vətəndaşı əhatə edəcək. 1,5 milyard manatdan çox əlavə vəsait ayrılacaq. Bu artımlar təkcə maaş və pensiyalara aid olmayacaq, sosial müavinət və təqaüdləri də əhatə edəcək. Təkliflər artıq hazırlanıb və təqdim olunub. Sənədin imzalanması gözlənilir. Bu artımlar müvafiq sənədin imzalanmasından sonra qüvvəyə minəcək. Bu tip vacib sosial xəbərləri birinci bilmək istəyirsinizsə, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın.